Salam hörmətli YouTube izləyicilərimiz, bugün sizə təqdim edəcəyim ev Buzovna qəsəbəsindəndir. Buzovnada Nihat Marketin yaxınlığında çox gözəl bir məhəllədə, hər bir tərəfi yaşayış olan yerdə həm evin, həm də torpağın kubcası olan belə bir gözəl balkonlu, 4 otaqlı həyət evimiz satışa çıxıb. Videomuzu sona qədər izləyin. Məlumatların hər biri videonun daxilində ətraflı şəkildə qeyd olunur. Nəzərinizə çatdırım ki, evin sənədi həm evin, həm də torpağın kubcasıdır. Təqdimata keçməzdən əvvəl onu qeyd etmək istəyirəm ki, əgər sizin satışda olan hər hansı bir mülkünüz varsa, sata bilmirsinizsə, bizimlə əlaqə saxlayın, mülkünüzün satışına tez bir zamanda köməklik göstərək. Keçək evimizin məlumatına. Evimiz ümumilikdə 3,2 sot torpaq sahəsindədir. Yerdən də 5-6 daş kürsüdə tikilib. Evin heç bir zabora bitişi yoxdur. Sağı, solu və arxa tərəfindən zaborundan məsafəsi saxlanılaraq tikilib. Həyətimiz tamit daşlarla döşənilib. Hər iki tərəfindən boş torpaq sahəsi saxlanılıb. Həyətində qazonu, gülü çiçəyi hamısı əkilib. Evin mətbəxindən birbaşa balkonuna çıxış qoyulub. Həyətimizdə də, evin daxilində də sanitar qovşaq var və hər ikisinin də aksesuarları qoyulub. Balkonumuzda belə bir gözəl manqalxanası da yığılıb. Evimizin fasadı həm bahalı kavançik daşlarından, həm də ağlay daşlarından yığılıb. Kombisinə qədər qoyulub. Evin hər bir tərəfi istipoldan ibarətdir. Həyət qapısı da gördüyünüz kimi darvaza, jalüz darvazadır. Həm kiçik darvazası var, həm də böyük maşın üçün darvaza qoyulub. Həyətimizi bir də belə göstərim. Həyətdəki sanitar qovşağı görürsünüz. İndi isə keçək evimizin içinə. 4 otaq, 140 kvadrat. Evin ümumi sahəsidir. Tam hazır girib yaşaya biləcəyiniz evdir. Sanitar qovşağın aksesuarı, kombisi, lüstrülə qədər hamısı yığılıb hazırdır. Dəhlizə daxil olduqda solda gəlir evin mətbəx hissəsi. Evimizin qiyməti isə 165.000 manat deyilir. İnşallah ki, real alıcılarımız olarsa, üstəlik də bizim səhifədən gələn müştərilərimizə evin sahibi tərəfindən xüsusi bir endirim olunacaq. Evin altı beton, üstü kəmər, hətta üstü də betondur, dörd bir tərəfi qoşadaşdan tikilib. Pəncərələr yerdən olan geniş şəbəkə pəncərədir. Dəhlizlə mətbəx mərmər daşlarından yığılıb. Otaqlarda isə polları laminatdır. Evin tikintisi zamanı əmin olun ki, ən yüksək və keyfiyyətli materiallardan istifadə olunub. Şəxsi özünə tikilmə evdir. Bunu da qeyd edim, proyekt olaraq makler evinə bənzədə bilərsiniz, amma tamamilə şəxsi evdir. Sənədimiz paket kupcadır, ipotekaya da yararlıdır. Bura yataq otağımız, hər bir otağın geniş pəncərəsi var. Çox gözəl evdir. İnanın ki, mən özüm bir vasitəçi olaraq bu evi çox bəyəndim deyə sevərək də sizə həm təqdim edirəm, həm də almağınızı məsləhət bilirəm. Abunəçilərim bilir ki, mən heç vaxt bəyənmədiyim evi, müştərilərimə özümə rəva bilmədiyim evi heç vaxt müştəriyə rəva bilib təqdim etmirəm. Bu da ən sonuncu yataq otağımız. Qiyməti 165.000 manat. Kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Əziyyət çəkib videomu sona qədər izlədinizsə, çox təşəkkür edirəm. Göz haqqınızı halal edin.